Balaca sizlə tualetə girmək istəyir. Nə etmək lazımdır? Balacalar hələ başa düşmürlər ki, ana hara yoxa çıxır, əgər qapı bağlanasa. Onlar tam ciddi şəkildə inanırlar. Mən səni görmürəmsən, deməli, sən mövcud deyilsən. Bu arada uşaqlar məhz bu prinsiplə gizlənpaç oynayıblar. Mən gözümü bağladımsan, deməli, sən məni görmürsən. Ana qapının arxasında yoxa çıxan anda uşaqlar dəhşətə qapılırlar. Ona görə də onlar bu qədər həyəcanla qapını döyür və isterik halda qışqırırlar. Bəs nə etməli? Əslində bu, uşağın böyüyəndə mütləq qarşılaşacağı ayrılıq və itkilərin məşqidir. İndi erkən uşaqlıq dövründə siz ona bu hisslərlə necə başa çıxmağı öyrənməyə kömək edə bilərsiniz. Sərhədləri qoruyub saxlamaqla yanaşı dəstəkləyici ana olaraq qalmaq mümkündür. Sadəcə uşağa başına nə gəldiyini əks etdirin. Eşidirəm, sən çox pərt olmusan ki, mənimlə tualetə gedə bilmirsən. Mən çıxıb əllərimi yiyandan sonra mütləq səni qucağıma alacağam və sakitləşməyinə kömək edəcəyəm. Amma indi sənə çox acı gəlir ki, səni özümlə aparmadım. Belə bir söhbət zamanla uşağa dözülməz qorxunu tamamilə idarə oluna bilən narazılığa çevirməyə kömək edəcək və gələcəkdə o, bunun öhdəsindən özü gələ biləcək. Əgər uşağı dəstəkləməyə gücünüz yoxdursa, başqa bir böyüyə köməyə çağırın və ya uşağı nəyəsə yönəldin. Məsələn, tualetin qapısının qarşısına bir stul qoyun, uşağı ora oturdun və əlinə bir oyuncaq verin. Və uşaq stulda oturub anasını gözləyir. Ana çıxanda isə onlar yenidən görüşəcəklər. Tualet ana üçün müqəddəsdir. Bu, ananın özünü qapadıb tək qala bildiyi az saylı yerlərdən biridir.